Və bir şey də demək istəyirəm ki, belə səyahətlərimin təhlükəli hissələri çatanda, hər səyahətimdə olur, insan qorxur bəzən. Yəni, olacaq hadisələr anlıq olur və bəzi hadisələr baş verə bilər ki, geri dönüşümü olmaya bilər, sağlığı ilə, insanın səhhəti ilə bağlı. Mən də bəzən qorxular keçirirəm. Etdiyim şeyləri sorğuluyuram, edimmi, etməyimmi deyə belə bir sorğulama içərisinə girirəm. Ancaq içimdəki o macərazı məni bir türlü sustura bilmirəm və çıxdığım bir yola davam etməyi sevirəm, sonlandırmağı sevirəm, o macəranı, o adrenalini yaşamağı sevirəm. Ümid edirəm ki, sabah sağ-salamat yenidən geri dönərəm bu olduğum nöqtəyə. Çünki yaşayış yerindən çox uzaqda dənizin kənarında olacağım. Yenə ayı inanmıram ola buralarda, ancaq çaqqal, canavar təhlükəsi ola bilər, təkəm və ocaq qalaya bilməsəm bu ekstra təhlükəni artırır. İndi deyirəm, ancaq heç bir təhlükəli situasiya ilə qarşılaşmaram və sabah sağ-salamat yenidən bu nöqtəyə geri dönərəm. Buradan mağazadan bir dənə belə kömür aldım. Çünki gecə boyu ocağa ehtiyacım olacaq. Kömür çox yaxşıdır, yəni gecə boyu yanacaq. Çünki nə qədər odun ocaq tapacağım, quru olacaq, yaş olacaq bilmirəm. Dəniz kənarıdır çünki kömür ona görə yaxşıdır. Bir də kömürü oda salmaq üçün, işə salmaq üçün belə bir boş karton götürdüm. Əsas olan odun ocaq məsələmiz həll olunsun. Gecə boyu ocağım yansın, tüstüsü, işığı olsun. Bu mənə kifayət eləyər təhlükəsizliyim üçün. Və buna çox sevindim. Yəni özümü biraz daha rahat hiss elədim sanki. İndi yoluma davam edərək qaranlıq hissəyə, dənizə doğru keçid etməyə başlayacağım. Yəqin ki, dəniz kənarına qədər bir yarım saatlıq qaranlıqda yol yürüyəcəm. Təxmin edirəm ki, yarım saata çataram.